Nikol Paşinyan Avropa ilə yaxınlaşmaq strategiyasına ümid olaraq Rusiyadan uzun müddətdir ki, uzaqlaşmaq xəttini yürüdür. Moskvaya 9 may qələbə paradına getmək qərarında çox tərəddüddən sonra Paşinyan ora getməyi seçdi. Amma onun mayın 9-da Moskvaya getdiyi əsas planı da uğursuzluğa düçar oldu. Əslində erməni baş nazirçinə dövlət səfəri barədə Sədr Si ilə şəxsən danışıqlar aparmağa getmişdi. Başqa sözlə, o Çin liderinə onun səfərinə razılıq verməsi xahişi ilə Sinin görüşünə getmişdi. Əlbəttə, əsas məqsəd prezident İlham Əliyevlə ayaqlaşmaq cəhdi idi. Məlumdur ki, Azərbaycan prezidenti İlham Əliyevin Pekinə bu yaxınlarda çox uğurlu səfəri baş tutdu və bu hadisə dünya kütləvi informasiya vasitələrinin baş sərləfəsi oldu. Azərbaycanla ayaqlaşmaq təsəllisinə Ermənistanın baş nazirinin həqiqətən çox ehtiyacı var. Amma Paşinyan Si Jinpingin heç yaxınlığına belə buraxılmadı və Putinlə danışıqlar da nəticə vermədi. Paşinyanın özünü prezident İlham Əliyevlə Ermənistanı da Azərbaycanla ayaqlaşmağa cəhd edən subyekt olaraq görməsi təsadüfi deyil. Bu yaxınlarda Çinin diplomatik sferasında elə də əhəmiyyətli fiqur olmayan şəxsin də olsa nəhayət ki, İrəvana səfir təyin edilməsini ona nəfəs aldıran hadisə kimi qarşıladı. Yəni Ermənistan nə qədər addımlasa da Azərbaycana çata bilmədiyinin çox gözəl fərqindədir.